Tanınmış vəkil Loğman Abdullayev vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Mərhum peşəkarlığı, insanlığı və ətrafındakı insanlara göstərdiyi diqqətlə yadda qalıb. Qeyd edək ki, Loğman Abdullayev uzun illər sənə axtaran verilişinin eksperti olub. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Girdiman çayın İsmayıldan keçən hissəsində selə düşən 3 nəfər Hüseynov Cümşüd Mərdanoğlu, Rüstəmov Ehtiram Sadıqoğlu və Əzimov Simran Eynulluoğlu xilas edilib. Rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan 3 nəfər Niva markalı avtomobillə Girdiman çayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıb. Hadisə ilə bağlı gecə saat 01:57-də İsmayıl rayon Dövlət Yanğından Mühafizə hissəsinin və Fövqəladə Hallar Nazirliyinin 101 çağrı xidmətinə müraciət daxil olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz vəziyyətdə qalan şəxsləri xilas ediblər.